baxdığım hər yerdə atamın izlərini görürəm, əl izlərini. Bu ərik ağacı ilə bağlı xatirələrdir. Öz yerində. Yaxşı yadımdadır, illər öncə elə tam çəlimsiz balaca nazik bir ərik tinci idi. Bastırılandan biraz sonra necə olmuşsa külək qırmışdı bu ağacı. Atam onu necə insan əzasının qırılmasından sonra həkim müdaxilə etdiyi kimi bu ağaca sayğı, qayğı göstərmişdi. Onu sarmışdı, nəvaziş göstərmişdi. İllər keçdi və həmin o çapıq yeri, o yaranın qaysağı qalsa da bu ərik ağacı böyüdü və belə bir ərik ağacı ilə bağlı xatirələrimiz budur. Ruhu şad olsun. Əlləri şəfalı atamın. Məkanı cənnət olsun.